Bəzi insanlar gil, təbaşir, torpaq, kömür, hətta sabun yeyirlər. Qulağa qəribə səslənsə də, həqiqətən də bunları yeyən insanlar var. Məsələn, mənim bacım divarın sementini yeyib. Niyə yeyib? Yəni soruşmusunuz? Yox, soruşmamışam. Demiş ki, ürəyim istəyir sadəcə deyib. Həkimə falan gedibmi? Hə, dəmir çataşmamazlığı dedilər sonra da düzəldi şükür. Bəs yeyəndən sonra nəsə problem yaşayıb səhhətində? Yox, heç bir problem olmayıb. Dostum var idi, daha çox torpağa uşaqlığında çox yeyirmiş. Daha sonra həkimə və s. getdiklərini, bir çox vitamin və s. bu ilə həll olduğunu demişdi mənə. Ondan sonra yəni bir də olmayıb. Problem yaşayıbmı səhhətində hər hansısa bir problem? Yox, yaşamayıb. Bu deyəsən səhv eləmirəmsə hansısa vitamin çatışmazlığından əmələ gəlir. İnsanlarda belə bir tələbat yaranır. Amma nə özümdə belə bir hal olub, nə də ətrafımda belə bir halla rastlaşmamışam. Həkim terapevt Zakir Quliyev deyir ki, insanlarda gil, təbaşir, torpaq, kömür, sabun, hətta dəmir yemək istəyi əsasən vitamin çatışmazlıqlarından irəli gəlir. Əslində bunun bir səbəbi var. Bədəndə çatışmayan hər hansısa bir elementi bədən tələb edir, bədən istəyir. Ən çox da bunu gördüyümüz səbəb dəmir defisiti, anemiyadır. Xüsusən də gənc xanımlarda bunu biz tez-tez müşahidə edirik. Xüsusən də təbaşir yemək, istər-istəməz gil yemək, torpaq yemək. Niyə? Çünki onların tərkibindəki dəmirin miqdarı həddən artıq çoxdur. Və dəmir çox olduğuna görə də bədən onu tələb edir. Bəzən də ola bilər ki, əksinə, bəzi insanlarda psixolojik problemlər olur ki, psixobuna bağlı olaraq da bu ehtiyacları artır. Bəzən hamiləlik dönəmində isə bədənin dəmir tələbatı artdığına görə hamiləlik dönəmində də biz bunu tez-tez müşahidə edirik biz. Mütəxəssis bildirir ki, bu maddələri yemək sağlamlıq üçün ciddi risklər yaradır. O deyir ki, belə vərdişlər həzm sisteminə zərər verə, bağırsaq tutulmasına, infeksiyalara, hətta zəhərlənməyə səbəb ola bilər. Biz hər hansısa bir təbaşir, torpaq yediyimiz zaman, bu zaman orada bədən üçün yad olan mikroelementlər keçə bilər, yad olan maddələr keçə bilər. Bu bizdə ciddi allergik reaksiyalar verə bilər. İnfeksiya riski yüksək olur. Bunlarda xüsusən parazit mənşəli infeksiyaların burada həddindən artıq çox olması olur. Bundan başqa mədə-bağırsaq sistemində də ciddi problemlər gətirib çıxardır. Bəzən biz bunu gil, təbaşir yemədə o qədər ciddi fəsad olmasa da sabunda ciddi kimyəvi maddələr olduğuna görə bunlar mədədən ciddi şəkildə mədə-bağırsaq problemlərinə, zəhərlənmələrə, hətta allergiyalara, hətta anafilaktik şok dediyimiz ən üst allergiyaya qədər gətirib çıxarda bilər. Bir sözlə, qəribə görünən bu vərdiş ciddi tibbi və psixoloji problemlərin əlamətidir və vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır. Həkimlər bildirirlər ki, bu tip vərdişi olan şəxslər dərhal mütəxəssisdən yardım almalı və uyğun müalicəyə başlamalıdırlar. Aylin Rəsulzadə, Cabbar Qaryağdıoğlu, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.